son bir həftədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Xüsusilə kəpəkli baton çörəklərinin və digər adda qara çörək növlərinin əvvəlki qiymətlərlə müqayisədə bahalaşdığı diqqət çəkir. Bu məhsullar çörək zavodunda və çörəkçi müəssisəsində istehsal olunmaqdadır. 400 qramlıq kəpəkli baton çörəyinin qiyməti təxminən 19-20 qəpik artıb. Əvvəllər 1 manata satılan həmin çörək növləri hazırda supermarketlərdə 1 manat 19 qəpik, 1 manat 20 qəpik arasında təklif olunur. Digər qara çörək növlərinin qiymətlərində artım baş verib. Ağ çörək növlərində, o cümlədən kütləvi istehlakçıların aldığı zavod çörəyində isə qiymət artımı qeydə alınmayıb. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov açıqlamasında bəzi çörək növlərinin qiymətlərindəki artımları dünya bazarında baş verən proseslərlə əlaqələndirib. O bildirib ki, hazırda qlobal miqyasda unun qiyməti artıb. Eyni zamanda Azərbaycana taxıl idxalında müəyyən çətinliklər yaranıb. Qonşu Rusiya və Ukrayna ərazisində davam edən müharibə də taxıl bazarına təsir göstərərək qiymətlərin artmasına səbəb olur. Bu amillər də öz növbəsində unun, dolayısıyla da çörəyin maya dəyərinə də təsir edir. Onun sözlərinə görə çörəyin qiyməti ümumilikdə sərbəstdir və istehsalçılar məhsulu istədikləri qiymətə sata bilərlər. Lakin zavod çörəyi və sosial çörək adlandırılan məhsullara hökumət tərəfindən ciddi nəzarət mövcuddur ki, onların qiyməti artmasın. Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, hökumət zavod çörək istehsalçılarına əlavə dəstək mexanizmləri tətbiq etməlidir. Elə şərait yaradılmalıdır ki, bu müəssisələr vergi yükündən müəyyən qədər azad olunsun və ucuz sosial çörəyin istehsalı davam etdirilsin. Əslində, onların da qiyməti sərbəst olmalıdır. Market şəbəkələri çörək istehsalçılarından rəflərdə yer tutmaq üçün yüksək ödənişlər tələb edir. Müxtəlif kompaniyaların xərcləri də təchizatçıların üzərinə qoyulur. Bundan başqa paylama prosesində daşınma xərcləri və cərimələr də maya dəyərinə təsir göstərir. Məndə olan məlumata görə bəzi istehsalçılar ay ərzində 2-3 min manat yol hərəkəti cəriməsi ödəməli olurlar ki, bu da əlavə maliyyə yükü yaradır. O həmçinin vurğulayıb ki, sərbəst bazar şəraitində digər çörək növlərinin qiymətinin dəyişməsi normaldır, lakin sosial əhəmiyyət daşıyan zavod çörəyinin qiymətinin sabit qalması üçün xüsusi dövlət qayğısı olmalıdır ki, artımlar olmasın.